Deməli, özünü jurnalist adlandıran jurnalistikadan bixəbər Səidə Bəkir qızı bildirir ki, bəs elmli olmalısan, oxumalısan. Amma bugün bəziləri hicaba görə övladlarını elmdən uzaqlaşdırır. Hicab sən demə elmə mane olurmuş. Görünür bu savadsız jurnalist hələ də başa düşmür ki, elm başla əldə olunur, saçla yox. Bunu anlamayan bu jurnalistin problemi əslində hicab yox, elmdir. Elmlənmək lazımdır, hörmətli jurnalist xanım. Savadlanmaq lazımdır. Əlinizə telefon alıb belə boş-boş nə gəldi danışmaqla jurnalist olmursunuz. Elmli isə heç olmursunuz. Elmli olub indiyə kimi nə əldə etmişsiniz? Hicab taxmırsınız, lap yaxşı. Hicab sizə mane olurdu elm almağa. İcabsız nə nailiyyət əldə eləmişsiniz, nə olmuşsunuz? Jurnalist olmuşsunuz siz. Siz özünüzü jurnalist sayırsınız. Bir kanala düzəlmişdiniz, Space TV-yə düzəlmişdiniz. Orada bir ay qala bilmədiniz, qovdular sizi. Bütün günü qalmaqallarla, ona buna söz atmaqla, ona buna ilişməklə məşğulsunuz. Gəh sizi məhkəməyə verirlər, gəh siz kimsə məhkəməyə vermək istəyirsiniz, sonra sözünüzdən dönürsünüz. Yəni gündə bir söz danışan qeyri-ciddi adamsınız. Durub belə burada hicabı elmlə əlaqələndirir. Bu birinci məsələ. İkinci məsələ, əgər söhbət müasirlikdən, sivillikdən, nə bilim avropalaşmaqdan və s. gedirsə, heç Avropanın özündə belə, Amerika Birləşmiş Ştatlarının özündə belə hicaba qadağa yoxdur. Oradakı vətəndaşlar rahat şəkildə hicabla şəkil də çəkdirə bilirlər şəxsiyyət vəsiqələri üçün, sürücülük vəsiqələri üçün, hicabla məktəbə də gedə bilirlər, universitetlərdə də oxuyurlar və elmi nailiyyətlər də əldə edirlər, uğurlar da qazanırlar. Baxın, adi mən sizə bir dənə video göstərəcəm. Bu hicablı xanımdır, Azərbaycanlı xanımdır. Azərbaycanda ona imkan yaratmadılar. Baxın, belə süni hicab, din falan bəhanələrlə həmən bu qadın da əşyalarını toplayıb Azərbaycanı tərk etdi. Hara getdi? Amerikaya getdi. Amerika Birləşmiş Ştatlarına getdi və orada oxumağa başladı. Və orada Amerika Birləşmiş Ştatlarında həmən bu qadına heç kim Səidə Bəkir qızı kimi ağıllar çıxıb demədi ki, bəs hicab elmə mane olur, din elmə mane olur, hicabı çıxart. Xeyr, orada getdi rahat şəkildə hicabla oxudu da, oxuyur da. Baxın, mən 10 illərdir ki, hicabdayam və çox maraqlıdır ki, Azərbaycanda istifadə etdiyim pasportda, sürücülük vəsiqəsində və şəxsiyyət vəsiqəsində mənim hicabımı açdırıb mənim şəklimi çəkiblər. Niyə? Amerikada isə çox maraqlıdır ki, bu mənim Oklahoma universitetdə, baxın, çəkildiyi şəkil hicabla. Texasda sürücülük vəsiqəm, baxın, Seyda xanım, yenə də hicabdayam. Oklahomada sürücülük vəsiqəm, Seyda xanım, yenə də hicabdayam. Hicabla şəkil çəkdirərək vəsiqə də aldı, sürücülük vəsiqəsini də aldı və heç kim ona dininə görə problem yaratmadı. Çünki Amerika Birləşmiş Ştatları geyimə yox, beyinə fikir verir. İnsanın başında olanlarına fikir verir, saçlarında olanlarına yox, Səidə xanım. Fikir verin, bu jurnalist gah şəhid ailələrinə ilişir, gah Qarabağlılara, Ağdamlılara, Füzulilərə, Laçınlara ilişir, onları təhdid edir. Onlara qarşı nalayıq ifadələr işlədir. İndi də düşüb hicabın dinin üzərinə. Yəni, bu təxribat deyilsə, bəs nədir? Yalnız təxribatla məşğuldur. Nə bir dənə normal jurnalistik fəaliyyətlə məşğul deyil, nə normal xəbər. Yalnız qışqır, bağır, ona söz, buna söz. Bundan başqa bu nə işlə məşğuldur bu insan? Yəni gedir bir televiziya oradan qovurlar, o birisine gedir oradan qovurlar. Yəni bu insan qeyri-adekvat insandır. Yəni Akif Nağı düz deyir əslində. Bu insanın psixoloji problemi var.